Tip bilirsinizmi? Tip bir riyazi model üzerinden formalaşmır. Tipde her şey ideal değil. Bütün görülen işler %100 müsbət sonluqla sonlanmayabilir. Bu da tibbin bir nisbi elm olmasından irəli gəlir. Yəni eyni müalicə protokolu, eyni müalicə taktikası bəzən hər hansı bir pasiyentdə uğursuzluqla nəticələnə bilir. Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır. Sizcə cəmiyyətin bu yanaşması həkimin özünə olan güvəninə necə təsir göstərir? Sosial şəbəkələrdə qeyri-peşəkar şəxslərin və ya jurnalistlərin tibbi savada malik olmadan həkimlər haqqında rəy bildirməsi və hadisələri qiymətləndirmələri ciddi narahatlıq doğurur. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Cəmiyyət uğura alqış tutur, amma uğursuzluqları qınayır. Səhv edən həkimi linç et mədəniyyəti sizcə bizi hara aparır? Bu çox böyük mövzudur. Məncə bizim qanunvericilikdə bütün vətəndaşlar qorunduğu kimi həkimlərin də fəaliyyəti qorunmalıdır. Bir qədər öncə qeyd etmişdim ki, həkimləri vicdansızlıqda belə ittiham edən maddələr qəbul edirik. Cinayət məsuliyyətinə cəlb olunması üçün eyni müalicə protokolu, eyni müalicə taktikası bəzən hər hansı bir pasiyentdə uğursuzluqla nəticələnə bilir. Yəni bu kənara çıxmalar hər zaman var, bütün cəmiyyətlərdə, bütün böyük məktəblərdə var. Önəmli olan həkimin öz gördüyü müalicə taktikası, əməliyyat taktikasını dünyada mövcud olan standartlara uyğun şəkildə icra etməsidir. Əgər həkim bunu doğru icra edibsə, sosial mediada onu və bu əməliyyat uğursuzluqla nəticələnibsə, sosial mediada onu nə qədər söysələr, döysələr də qanunvericilik qarşısında bu adam özünün doğru olduğunu sübut eləyəcəkdir və o, belə deyək, rahat yata biləcəkdir ki, mən hər şeyi doğru etdim, gördüyüm işlərdə bir qüsur yoxdur, sadəcə bu iş müvəffəqiyyətsizliklə nəticələndi. Meydana çıxan ağırlaşmaların həlli yolları mövcuddur, onları da uyğun şəkildə, kollegial şəkildə, yəni həll etməyə borcludur həkim və bütün bunların hamısını icra edirsə, o zaman o həkimi heç bir halda ittiham etmək olmaz. Yəni qanun onu ittiham edə bilməz.